uşaqlar. Deməli biz bugün düzbucaqlı kvadrat və rombdan topludan olan suallara baxacağıq. Hər tipdən bir nümunə ilə tanış olacağıq. Birinci sualda deyir ki, kvadratın tərəfi ilə diaqonalı arasındakı bucağı tap. Biz bilirik ki, kvadratın diaqonalı bucağın tənbülənində, yəni 90 dərəcəni yarıya bölüb 45 dərəcə olacaq. Kvadratın diaqonalları arasındakı bucağı tap. Kvadratın diaqonalları qarşılıqlı perpendikulyar olduğu üçün arasındakı bucaq 90 dərəcədir. ABCD kvadratda AM 2 dənə BM bərabərdir. Deməli, BM x desək AM 2x olacaq. Burada yaxınlaşdırıb görürük ki, bura kvadratdır deyə 90 dərəcəli bucaq olacaq bir bucağı və sual versək özümüzə ki, hansı dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır? 30 dərəcə olar. Deməli, bura 30 dərəcə olacaq. Digər tərəfdən AC tərəfinin diaqonal olduğunu bilirik. Diaqonal bucağı yarıya bölür 45 dərəcə. Burada ümumilikdə 45 dərəcə olduğuna görə bu ortadakı hissə olacaq 15 dərəcə. Yəni AMC bucağı olacaq. Daha doğrusu MAC bucağı olacaq 15 dərəcə B variantı. Dördüncü sual rombla bağlıdır. Bucaq A alfadır. Biz bura bir dənə romb çəksək, görərik ki, baxın, rombun qarşı bucaqları bir-birinə bərabərdir. Yəni bu A, B, C, D. A bucağına alfa desək, qarşısındakı C bucağı da alfadır və bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcə olduğu üçün B bucağı 180 dərəcə çıx alfa olur. Onun qarşısındakı D bucağı da 180 dərəcə çıxılsın alfa olur. Bu zaman cavabımız C variantıdır. Perimetri 20 cm, iti bucağı 60 dərəcə olan rombun kiçik diaqonalının uzunluğunu tapın. Bunu bir qayda olaraq yadınızda saxlayırsınız ki, iti bucağı 60 dərəcə olan rombun kiçik diaqonalı onun elə tərəfinə bərabərdir. Bərabərdir A-ya. Perimetri 20-dirsə 20-ni 4-ə bölürük, bir tərəfi olur 5. Deməli, 60 dərəcəli bucaq qarşısındakı kiçik diaqonal tərəf olduğuna görə olur 5. Davam edirik. 6 eyni tipdir. 7-ci sualda perimetri 20, hündürlüyü 2.5 olursa onun iti bucağını tapın. Avtomatik olaraq əgər perimetri 20-dirsə, tərəfini tapmaq üçün 4-ə bölürük, olur 5. Rombu çəkək. Tərəf 5, hündürlüyü əgər 2.5-dirsə, baxırıq ki, neçə dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Çünki 5-in yarısı 2.5-dir. Bu zaman olacaq 30 dərəcə. İti bucaq olacaq 30 dərəcə Y variantı. 8 eyni tipdir. 9-da indi bucağı verib hündürlük soruşur. Yenə eyni tipdir. 10. İki kvadratın perimetrlərin nisbəti 1 bölünsün 2 kimidir. Kiçik kvadratın tərəfi 5 olarsa, perimetrlərin nisbəti həm də tərəflərin nisbətinə bərabərdir. Əgər 5-dirsə bir kiçiyin tərəfi, böyüyün tərəfini tapmaq üçün onu 2-yə vuracaq, olacaq 10. 11 eyni tipdir. 12. Perimetri 34, tərəflərindən biri 5 olan düzbucaqlının diaqonalını tapın. Düzbucaqlının diaqonal düsturu, daha doğrusu perimetri 2 vurulsun A plus B'dir. Bərabərdir 34. Deməli, A plus B bərabərdir 17. Burada tərəflərindən biri 5-dir. 5 üstə gəl B bərabərdir 17 olanda B olur 12. Deməli, A tərəfi 5-dir, B tərəfi 12. Diaqonalı soruşursa D bərabərdir kökün altında A kvadrat plus B kvadratıdır. Yəni kök altda 5-in kvadratı üstə gəl 12-nin kvadratı 25 ilə 144, 169 edir. Oradan da 13 çıxır C variantı. 13 eyni tiplidir. 14. AM 5-dir deyir. Aha. Bucaq 1-in bucaq 2-yə nisbəti 4-ün 1-ədir. Baxın, bura 90 dərəcədir. Aha. Bucaq 2-yə 1 alfa desək, bura olacaq 4 alfa. Aha. Bura 45 dərəcədir. Bu bucaq, burada qalan 45 çıxılsın alfa olacaq. Çünki bu da bir yerdə 45 dərəcə olmalıdır. Deməli, buradan belə görünür ki, bu 14-cü sualda. Burada gördüyümüz bucaq, yəni 45 çıx alfa ilə, burada gördüyümüz bucaq, yəni 4 alfanın cəmi
Bizə verməli 90 dərəcə. Çünki orada içəridə bir üçbucaq yaranır. Baxın, bu üçbucaqdan söhbət gedir. Və onun iki bucaqlarının cəmi 45 dərəcədir. Daha doğrusu 90 dərəcədir. Ümumilikdə 45 olmalı idi buradakılar. Bu alfa, burada 45 çıx alfa oldu ona görə. 45 çıxılsın alfa üstə gəl 4 alfa bərabərdir 90. 45 üstə gəl alfa 3 alfa bərabərdir 90. 3 alfa bərabərdir 45 dərəcə. Alfa bərabərdir 15 dərəcə. Alfanı tapdıq. Deməli, gəlin indi şəklimizi yeniləyək. Bura 15 dərəcədirsə, onda bura 60 dərəcədir. Çünki 4-ün 1-ədir. Bu zaman bura 30 dərəcədir. Və bu A-ın parçasını bizə 5 verib. 30 dərəcə bucaq qarşısındakı KT onun yarısı 2.5 olacaq. MB-ni soruşur. 2.5 D variantı. 15. Kvadratın diagonalı 7-dir. Kvadratın tərəflərini orta nöqtələrini ardıca birləşdirən parçaların yaratdığı dördbucaqlının perimetrini tapın soruşur. Gəlin baxaq. Bu bizim kvadratımız. Kvadratın diagonalı 7-dir. Aha, D bərabərdir 7. Kvadratın tərəflərinin orta nöqtələri. Baxın, orta nöqtələri birləşdirdik. Tərəfi A olsa, daha doğrusu ümumilikdə 2A olsa, bölüncü hissələrə AA desək, bütün hissələr bir-birinə bərabər olmuş olacaq. Aha. Əgər, baxın, burada yaranan bir üçbucağa baxsaq. Baxaq. Burada bir üçbucaq yaranıb, hansı ki biz bunu sarı ilə işarə edirik. Diagonal çəkiləndən sonra. Bu tərəflərin orta nöqtələrini olaraq birləşdirdiyimiz xəttdə həmin üçbucağın orta xətti olacaq. Çünki yan tərəflərin orta nöqtəsindən keçir və ortacağı paraleldir kimi görürük. Əgər bu parça ümumilikdə 7-dirsə, deməli bura 3.5 olacaq. Eyni şəkildə aşağıda da bir üçbucaq var deyə, o da 3.5 olacaq. Və deyir ki, həmin dördbucaqlının perimetrini tapın. Digər tərəfdən, baxın, indi mən burada qırıq-qırıq xətlərlə bir diagonal da çəksəm, eyni proses orada da baş verəcək. O da 7 olacaq və bunun da tərəfləri 3.5, 3.5 olacaq. Deməli, içəridə yaranan dördbucaqlının perimetri 4 vurulsun 3.5 olacaq. Bu da bizə verəcək 14. Yəni A variantı. 16 eyni tipdir. 17. Perimetri 18 olan paralleloqramın xarici oblastında olmaqla. Onun hər tərəfi üzərində bir rom quraşdırılıb. Baxaq, bunlar A, B, B. Hər bir tərəfində rom quraşdırılıbsa, biz bunu qırıq-qırıq xətlərlə göstərək. Burada bir romb, burada bir növbəti romb, burada da bir romb, burada da bir romb. Rombların bütün tərəfləri bərabər olduğuna görə bunun hər tərəfi A olur, perimetri olur 4A. Burada da hər tərəf A olur, perimetri olur 4A. Yuxarıda da hər tərəf B olur, perimetri olur 4B. Aşağıda da hər tərəf B olur, perimetri olur 4B. Deməli, bizə lazım olan perimetrlərimiz 4B, 4B, 4A, 4A'dır. Özünün perimetri isə P bərabərdir içəridəki fiqurun, baxın. Söhbət bundan gedir. Yəni, içəridəki paralleloqramın özünün perimetri 2 vurulsun A plus B bərabərdir 18. Deməli, A plus B bərabərdir 18 2 bölündə 9. Bizə lazım olan perimetrlərin cəmi 4A, 4A, 8A, 4B, 4B,
8B. Buradan 8-i çıxarıb mötərizə xaricə içəridə A üstə gəl B qalır. A üstə gəl B də 9 olduğuna görə 8 vur 9, 72. B variantı. Baxırıq 18-ə. Deyir bu rombdan. Rombda bütün tərəflər bərabərdir. M-in AD-yə perpendikulyardır. Y FCD-yə perpendikulyardır. MP 4-dür. YP 2-dir. PF 9-dur. Bizdən PN-i istəyir. Biz əslində bunu sahələrlə getsək daha uyğun olar. Çünki bu 2-9 olan bir yerdə hündürlük olmuş olar bir təpədə. Mən bunu paralel şəkildə görürsünüz. Burada Y-dən F-ədir. Mən bunu paralel şəkildə köçürsəm, bu B təpəsindən olan hündürlük olar. Bura bir A olsa, 2 ilə 9-un cəmi bir yerdir. 11 bu hündürlük olur 11. Bu 4-ü silim aşağıdan yazarım. Baxın. Bura 4-dür. Və eyni şəkildə paralel köçürsəm nəyi? M-ni buradan məsələn bunun bir tərəfi də A olduğuna görə S bərabərdir AH düsturundan, yəni tərəf ona çəkilən hündürlüyün hasili bir-birinə bərabər olmalıdır. Bu hündürlük də 11 olmalıdır. 4-ün üstünə neçə gəlsəm 11 eləyər, yəni bu hündürlük də ümumilikdə 11 olmalıdır, 7. Ki bu 4 ilə 7-nin cəmi 11 olsun. Bu zaman D variantı olaraq PN 7 olacaq. 19. ABCD rombunun B körbucaq təpəsindən A, B, C, D keçən düz xətt AD tərəfinin M nöqtəsində kəsir. ABM-in MBC-yə nisbəti 1-in 3-ədir. Yəni 1 alfa, 3 alfa. 2AB 5 dənə AM-ə bərabərdir. 2AB 5 dənə AM-ə bərabər. Buradan o zaman AB-ni çarpaz şəkildə 5K, AM-i 2K götürə bilərik. Onda əgər AM 2K-dırsa, AB 5K-dırsa, bura qalır 3K. Bütün tərəflərdə 5K-dır. Nə baş verir? ABD-nin perimetri 35-dir deyil. Yəni mən burada B-dən D-yə bir düz xətt çəkməliyəm. Bu zaman hələ ki bucağı silək. Əgər B-dən D-yə düz xətt çəkirəmsə, biz demişik ki, rombun diaqonalları bucağın tən bölənidir. Bayaq burada gördüyümüz 1 alfa ilə 3 alfanın cəmi 4 alfa eləyir. 2-yə böləndə 2 alfa. Yəni yuxarı qalacaq 2 alfa. Burada da 1 alfa olduğuna görə bu da bir dənə alfa olacaq. O həmin 3 alfa, alfa və 2 alfa olaraq bölündü. Biz alfa görəndə təpədə artıq müəyyənləşdiririk ki, bu tən böləndir. Yəni bu dediyim BM. BM tən böləndir. Tən böləndə də xəstəmiz deyirdi ki, tənbülən çəkildiyi tərəfi digər tərəflərlə mütənasib hissələrə bölür. Yəni 5K-nın 2K-ya nisbəti BD-nin 3K-ya nisbətinə bərabərdir. 5K bölünsün 2K bərabərdir. BD bölünsün 3K. Bu zaman buradan BD-ni tapsaq, 15K kvadratı bölünsün 2K. Bu da 7/5K-nı bizə verir. Aha, tapdıq. 7/5K buradır. Və bizdən bayaq ABD-nin perimetrinin 35 olduğunu deyir. Nəyi soruşurdu? BD-ni. Aha. Bunları toplayırıq. Bu 5K, bu da ümumilikdə 5K və 7/5K. P bərabərdir 5 ilə 5, 10 və 7/5, 17/5K bərabərdir 35 olduğuna görə K bərabərdir 2 olur. Və BD-ni soruşanda 7/5-i vururuq 2-yə, 15. A variantı. Bu belə. Baxırıq 20. Deyir, düzbucaqlının diaqonalları arasındakı bucaqlardan biri 120 dərəcədir. Əgər 120 dərəcə veribsə, deməli bu kör bucağı nəzərdə tutur. Bu zaman iti bucağı olacaq 60 dərəcə.
Bu bizim düz bucaqlımız. Diagonallarını da çəkək. Aha. Bura 120 dərəcədirsə, bura olacaq 60 dərəcə. Və biz demişik ki, düz bucaqlının diagonalları kəsişi kəsmə nöqtəsindən yarıya bölünür. Bu tərəflər bir-birinə bərabərdir. Unutmayın ki, təpə bucağı 60 dərəcəli olan bərabər yanlı üçbucaq elə özü bərabər tərəflidir. Niyə deyə soruşsaz, bu bucaqları tapmaq istəsəm 180-dən 60 çıxaram 120, 2-yə bölərəm 60, 60. Deməli, bərabər tərəfli üçbucaqdır. Elə bunun kiçik tərəfinə dediyimiz A buraları da əhatə edəcək və diagonallar yarıya bölündüyünə görə buralar da A olacaq. Bu zaman anlayırıq ki, diagonal kiçik tərəfin 2 mislidir. Bu bir qaydadır əslində. Amma şərtdə də şəkli belə verəndə və ya şərti belə verəndə elə bunu soruşur. Baxın, elə deyir, diagonal 36-da kiçik tərəfi tap. Əgər 2A, yəni diagonalın yerindəki 2A 36-ya bərabərsə, A bərabərdir 18. Belədir. 21 də eyni tiplidir. Keçirik 22-yə. Rombun körbucaq təpəsindən çəkilmiş hündürlüyü onun tərəfi ilə 30 dərəcəli bucağı əmələ gətirir. Bu bizim rombumuz. Körbucaq təpəsindən çəkilən hündürlüyü. Aha. Onun tərəfi ilə 30 dərəcəli bucağı əmələ gətirir. Bura oldu 30 dərəcə, bura 90, bura 60. Aha, deməli iti bucağı 60-dır. Bayaq da dediyimiz kimi, iti bucağı 60 dərəcəli olan rombun kiçik diagonalı elə tərəfin özünə bərabərdir. Burada A olacaq. Kiçik diagonalı 5-dir. Bu zaman tərəfi də 5-dir. Perimetri P bərabər 4/5 bərabərdir 20 dərəcə. 23. Kör bucağı iti bucağından 5 dəfə böyük. Kör bucağı iti bucağından 5 dəfə böyük o deməkdir ki, biri alfadırsa, digəri 5 alfadır. Bərabərdir 180 dərəcə. 6 alfa 180 isə alfa bərabərdir 30 dərəcəyə. Yəni iti bucağı 30 dərəcə olan rombdan söhbət gedir. Rombu çəkək. Bir dəqiqə paralelograma bənzədir bu. Aha. Hündürlüyü 6-dır. İti bucaqda 30 dərəcə. 30 dərəcənin qarşısındakı 6-dırsa, tərəfi 12-dir. Perimetri soruşanda 12-ni vururuq 4-ə olur 48. Keçirik 24-ə. Əslində verilənləri şəkil üzərində çəkib hesablamaları sağ tərəfdə eləmək istəyirəm. Baxın, deyir AM KC-yə bərabərdir və 2/1 MB-yə bərabərdir. Onda mən 2/1 MB-dirsə, MB-yə 2x desəm, 2/1-i 2x-ə vuranda bir dənə x edəcək. Yəni AM də x olacaq, KC də x olacaq. Və romb olduğuna görə bunun tərəfi 3x-dirsə, burada 2x olacaq, buralar da 3x, 3x. Aha. MK da 2 kök altda 13. Bucaq 1-də 120 dərəcə. Bu mənə deyir ki, deməli bura 60 dərəcədir. Aha. Rombun perimetrini tapın soruşur. Nə edə bilərik? Baxın, buna paralel bir xətt keçəcəm. Hansı ki, ora x isə burada x olacaq. Bu zaman burada x olacaq. Bunları içəridə yazaq. Digər tərəfdən buradan da bir paralel düz xətt keçirsəm, bu 2x-lər də bölünəcək x olaraq. Və 60 dərəcə olanda bura 120 dərəcə isə burada 120 dərəcə olacaq. Aha. Bu zaman nə edərik? Bizdən nəyə soruşur? Rombun perimetrini, yəni tərəfi tapmalıyıq. X-i tapsaq, tərəfi də taparıq. Burada belə bir qaydanı işə sala bilərik. Hansı ki, bir üçbucaq görürük. K təpəsindən hündürlüyü çəkək.
Bu 2x'i silirəm, işimizə mane olmasın. Aha. K təpəsindən bir hündürlük çəkək. Yaxınlaşdırıram, daha yaxına baxaq. 90 dərəcə. 120-nin qonşusu 60 dərəcə. Təpə 30 dərəcə qalır. Aha. Əgər x-dirsə, bu hipotenusu, bura olacaq x bölünsün 2, bura olacaq x kök 3 bölünsün 2. Aha. Axı bura 3x idi, burada 3x olacaq. Və orada gördüyünüz bir dənə düzbucaqlı üçbucaq yaranır. Baxın, bura hipotenus. Bu katetin özü başdan başa. Bu da digər katet. Aha. Hansı ki, mən o düzbucaqlı üçbucağı bura çəkirəm. Misalın nömrəsi neçə idi? 24. Orada yaranan düzbucaqlı üçbucağı bura çəkək. Hipotenusu 2 kök altdan 3, bir kateti x kök 3 bölü 2. Bura 3x-də x bölü 2-nin cəmi olacaq. 3x üstə gəl x bölü 2. Bu da olur 2-də 7x. Aha. Artıq biz burada Pifagoru tətbiq edə bilərik. X-i tapmaq üçün. Hansı ki 2-də 7x-in kvadratı üstə gəl 2-də x kök 3-ün kvadratı bərabərdir 2 kök 13-ün kvadratına. 49x kvadratı böl 4 üstə gəl 3x kvadratı böl 4 bərabərdir 4 vurulsun 13-ə. Surətdə 4-də 52x kvadratı bərabərdir 4 vur 13 qalır. 52 ilə 13-ü ixtisar edirik. Burada qalacaq 4. Bu 4 ilə də bu 4 gedir. Elə x kvadrat bərabər 4 qalır. X də bərabərdir 2-yə. Bu zaman rombun tərəfi 3 vurulsun 4, yəni 12 olacaq. Perimetr istəyir. Perimetr 4A olduğuna görə 4 vurulsun 12 olacaq. 48. Üz üstüm. X-i biz 2 tapmışıq. 3 vur 2, 6. Perimetr 4 vurulsun 6 olacaq. Yəni 24. Baxaq düz oldu mu? Bəli. DC 16. YP 3 dənə YK-ya bərabər. YK-ya x desəm YP 3x olacaq. Bu diagonal olduğuna görə, baxın, burada 45 dərəcə olur. Burada 45 dərəcə olur. Hətta bunu indi kiçildək. Burada 45 dərəcə olur. Burada 45 dərəcə olur. Burada 90 dərəcə. Ora x isə deməli burada x-dir. Bura olacaq x kök 2. Bura 3x-dir. Deməli burada 3x-dir. Burada olacaq 3x kök 2. O 3x paralel olaraq burada keçir. O x paralel olaraq burada keçir. Bizdən nə istəyir? Bizdən YK-nı istəyir. YK. Baxırıq ki, tərəfi 4x-dir. Və bu 16-ya bərabərdir. 4x bərabərdir 16, x bərabərdir 4. YK-nı istəyir, o da bir dənə x-dir. Cavab olacaq 4. 26 eyni tipdir. Baxırıq 27-yə. OY-nin 4 olduğunu deyir. Aha. İlk öncə bucaqlara baxaq. Bu düz bucaqlı olduğuna görə 60, 30 dərəcə. Bura 90 dərəcə. Aha. Deməli, bunun burada da 30 dərəcə, burada da 60 dərəcə olacaq. 90-sa təpədə qalanda 30 dərəcə olacaq. Baxırıq ki, 60-dırsa, burada 60, 30 olacaq. Onda burada 60-dır, burada 60-dır, burada 30 dərəcədir. 30-un qarşısındakı 4-dürsə, hipotenuz olacaq 8. Ora 8-dir, burada 8-dir, bura 8-dir, bu da ümumi olaraq 8 olacaq.
AC-ni tapın. AC də olacaq 8 üstəgəl 8 bərabərdir 16. Hamısı düz bucaq qaydasına alınır. 28 eyni tiplidir. 29. İki təpəsi tərəfi 9 olan kvadratın diaqonalı üzərində. Bu kvadratın diaqonalı. Tərəfi 9. O biri təpələr həmin kvadratın tərəfləri üzərində. Belə bir kvadrat çəkək. Aha. Baxaq nəyə? Əgər diaqonaldırsa, işimiz bucaqlarındadır. 45 dərəcə. Kvadrat olduğuna görə bunlarda 90 dərəcə. Burada 90, burada 90. Bura 45 dərəcə. Avtomatik olaraq burada 45 dərəcə olur. Burada 45 dərəcə olur. Bura 90. Deməli, buralar da 45 dərəcə və 45 dərəcədir. Baxırıq nəyə? İndi mən deyirəm ki, gəlin bu katetlərə x deyək. X, 45-in qarşısındakı x-ə hipotenuz olur x kök 2. Deməli, içəridə kvadrat yaranıb deyə, bunun bütün tərəfləri x kök 2 olacaq. 45 dərəcə olduğuna görə katetlər bərabərdir. Burada x kök 2. Bu zaman bunun hipotenuzu 2x olacaq. Yəni 10 kök 2 misli. Yenə 45 dərəcədə ortacağa bitişik bucaqlar bərabər yanlı üst bucaq olduğuna görə x kök altda 2-dir. Burada x kök altda 2-dir və hipotenuzu 2x-dir. Gördük ki, tərəfimiz ümumilikdə 3x-dir və deyirdi tərəfi 9 olan. Deməli, x bərabərdir 3-ə. Bizdən soruşduğu bu içəridəki kvadratın diaqonalıdır. İçəridəki kvadratın tərəfi x kök altda 2 olur, 3 kök altda 2. Baxın, belə deyək, diaqonal, axı tərəfin kök altda 2 mislidir. İçəridəki x kök altda 2-dir, onu da kök altda 2 vuranda olacaq 2x. Bu zaman 2 vurulsun 3 olacaq 6. Bu belə. Baxın, son şəkli belədir. Davam edirik 31-nə. Bizdən soruşduğu nədir? Bizdən soruşur ki, daha doğrusu deyir ki, BC 4 kök altda 6 bölünsün üstü, BAD 60 dərəcədir, KCD 15 dərəcədir. Deməli, bura 45 dərəcədir. CK-nı tapın. CK, X. Aha. Tərəfi 4 kök altda 6 bölünsün üstü. Yəni, bunun hər tərəfi 4 kök altda 6 bölünsün 3 olacaq. Burada. Biz buradan yenə təpədən bir hündürlük çəkərək tamamlaya bilərik və ya sinuslar təhlimindən. Amma gəlin baxaq görək, təpədən hündürlük çəkməklə əgər rahat bir şəkildə alacaqsa və ya təpədən hündürlük çəkmədən buradan hündürlük çəkməklə alsaq, hündürlüyü də bu tərəfdə. Əslində içərdən hündürlük, gəlin belə eləyək. İçərdən hündürlük çəkək. 60 dərəcəlik bucaq qarşısındakı katet, yəni H. H bərabərdir 4 kök altda 6 bölünsün 3-ün kök altda 3 bölünsün 2 mislinə. Bu zaman kök altda 3-ün 3 gedir, burada kök altda 3 qalır. Bu kök altda 3-ün kök altda 6 gedir, kök altda 2 qalır. 2 ilə 4 gedir, 2 qalır, olur 2 kök altda 2. Bizim hündürlüyümüz 2 kök altda 2-dir. O hündürlüyü paralel şəkildə bura köçürdəndə 90 dərəcə, burada 45 dərəcə, burada x. Baxın, içəridə bir üçbucaq yaranır. Həmin üçbucağı bura çəkmək istəyirəm. Hansı ki, bura 45 dərəcədirsə, burada 45 dərəcədir, bura 90 dərəcədir. Bura h idi, h-in yerində 2 kök altda 2-dir. Deməli, burada da h-in yerində 2 kök altda 2-dir və bu x tərəfi 45 dərəcə bucağın qarşısındakı katet verəndə onun
2 misli, kök altda 2 misli daha doğrusu. 2 kök altda 2 vursan kök altda 2 olur. 4. CK 4'dür. 32 də eyni tiplidir. 33-cü misal, bayaqki, burada sizə göstərim. Bir dəqiqə. Bayaqki 24-cü misaldan eynidir, bəli. Şəkli hansı ki, burada var. 24 ilə eynidir. Ona görə biz davam edirik 34-cü misalla. 34-cü misalda BM 2 tam onda 4 MC 3 onda 2 olarsa düzbucağlının perimetrini tap deyir. Aha. Neyniyək? Bura bir M deyək. Bu düzbucaqlı 90 dərəcə. Buna bir H deyək. Burada bir N'dir. Və istifadə edirik neydən? H kvadrat bərabərdir MN düsturundan. Hansı ki 2 tam onda 4'ün kvadratı bərabərdir M vurulsun 3 tam onda 2. Bunu 2 onda 4 vur 2 onda 4 kimi yazıb M vurulsun 3 onda 2 ilə ixtisarlarımızı apara bilərik. 0 onda 8 ixtisar getsə burada 3, burada 4 qalır. 4 ilə də 2 onda 4 gedəndə burada 0 onda 6 qalır. Deməli M bərabərdir 1 tam onda 8-ə. Buranı tapdıq. Bizdən perimetri istəyir. Əgər bizdən perimetri istəyirsə, aha, bura bir A, bura bir B deyəndə düzbucaqlı üçbucaqdan A-nın kvadratı bərabərdir M vurulsun M plus M qaydasından istifadə edib A-nın kvadratı bərabərdir 1 onda 8 vur 5. Çünki 1 onda 8 ilə 3 onda 2 cəmi 5 eləyir. Bu zaman A-nın kvadratı bərabər 9, A bərabərdir 3 alınır. B-nin kvadratı bərabərdir 3 onda 2 vurulsun 5. Buradan B-nin kvadratı 16 alınır və B olur 4. B-ni 4, A-nı 3 tapdıq. Bizdən perimetri istədiyinə görə 2 vurulsun A plus B. Yəni 2 vurulsun 3 üstə gəl 4, 7 vurulsun 2, 14. Perimetri tapmış oluruq. 35 bunu ilə eynidir. Və biz keçirik 36-ya. Hansı ki 36 ilə 37 eyni tipdədir. Aha. Deyir, rombun diagonallarının kəsişmə nöqtəsindən onun tərəfinə çəkilmiş perpendikulyar, onu 3-4-ə nisbətində bölünür. Baxırıq 36-ya. Rombu çəkək. Əgər işimiz diagonallandırsa, rombu paxlava formasında çəkməyimiz sizə daha əlverişli olar. Ki, orada diagonalların bölünməsini rahat görmək olur. Diagonallarının kəsişmə nöqtəsindən. Aha. Biz deməli rombun tərəfini əyri çəkmişik. Rombun tərəfinə çəkilmiş perpendikulyar. Buradan bura çəkilən perpendikulyar. Unutmuruq ki, burada 90 dərəcədir. Burada perpendikulyar. Onu 3-4 nisbətində bölünür. Yəni tərəfi 3-4 nisbətində bölünür. 3x, 4x. Rombun kiçik diagonalı 28 kök 4 olarsa onun böyük diagonalını tapın. Baxırıq nəyə? Bura bir H desək. H-ın kvadratı bərabərdir M-in düsturundan 3x vurulsun 4x. H kvadratı bərabərdir 12x kvadratı. H da bərabərdir 2 kök altda 3x. Yəni burada 2 kök altda 3x olur. Kiçik diagonalı 28 kök altda 3'dür. Bunlar yarıya bölünürlər. Gəlin indi baxaq. Bu diagonalın yarısıdırsa, bura bir y deyək, burada bir y deyək. Y-in kvadratı bərabərdir 2 kök altda 3x-in kvadratı üstəcə 3-in kvadratı. 3x-in daha doğrusu. Deməli, buradan alınır ki, y-in kvadratı bərabərdir 12x-in kvadratı üstəcə 9x kvadratı. Y kvadratı bərabərdir 21x kvadratına. 28 kök altda 3'ün yarısı. Bura olacaq 14 kök altda 3.
Aha. Buradan deməli 21x kvadratı 14 kök altda 3'ün kvadratına bərabər olacaq. 21x kvadratı bərabərdir. 14'ün kvadratı vurulsun 3. 21 ilə 3 gedir 7 qalır. 7x kvadratı bərabərdir 14 vur 14. Bu 7 ilə 14'ün biri gedir 2 qalır. X kvadratı bərabərdir 14'ü 2'yə vuranda 28. Deməli x'in özü bərabərdir 2 kök altda 7'yə. Bu biz x'i tapmağımız. Bizdən onun böyük diagonalını istəyir. Yəni buranı. Aha, ki onun 2 qatı olsun. Bu zaman indi yuxarını tapmaq istəyirəm. Mən x'i tapdım. Buranı tapanda burada bir k deyək. Düşürük aşağı. K kvadratı bərabərdir 2 kök altda 3x'in kvadratı üstəcə 4x'in kvadratı. 2x'i sonda qoyacaq yerinə. K kvadratı bərabərdir. Bu zaman olacaq necə? 2 kök altda 3'ün kvadratı 12x kvadratı üstəcə 16x kvadratı bərabərdir 28x kvadratına. Bu zaman k kvadratı bərabərdir 28 vurulsun. Biz x'i tapmışıq 2 kök altda 7. Onda kvadratı elə 28'dir. 28 vur 28 deməli k bərabərdir 28'in özü. Diagonal ama diagonal 2 bərabərdir 28 üstə gəlir 28'dir. Çünki ora k'dırsa burada k'dır. Olacaq 56. 37 də bununla eyni tipdir. Baxırıq 38'ə. 38'də deyir ki MD 11 kök altda 2'dir. AK 6 və perpendikularlıqlar var. Bundan əlavə olaraq ADM MDS'yə bərabərdir. Əgər bunlar bir-birinə bərabərsə 45 dərəcə olacaq. Və bu bizə əsas verir ki, D'dən M-ə çəkilən parçanı B ilə birləşdirsək, biz bunu diagonal adlandıraq. Çünki diagonal bucağın tən böləni idi və bucağı yarıya bölür. Aha, bu zaman mən deyirəm ki, BM-ə x kök altda 2 deyək. Çünki birbaşa əgər diagonal əmələ gətirirsə, kvadratda diagonalda tərəfin kök altda 2 istəyirdi də. Ona kök altda 2 deməmiz daha məqsədə uyğundur. Bura 90 dərəcə, bura 45 dərəcə. Deməli burada 45 dərəcə olacaq. Deməli burada x kök altda 2 olacaq və buradan hipotenuz olaraq BK 2x olacaq. Baxırıq ki, bir dəfə tərəfə görə baxanda, kvadratın tərəfi, yəni yan tərəfdən baxanda, sualın nömrəsi 38 idi. A bərabərdir 2x plus 6 deyirik tərəfi. Digər tərəfdən diagonala görə baxanda, diagonal A kök altda 2 idi. O da bərabərdir x kök altda 2 üstəgəl 11 kök altda 2. Buradan A kök altda 2 bərabərdir x üstəgəl 11 vurulsun kök altda 2. Kök altda 2 ilə gedəndə A bərabərdir x üstəgəl 11 olmuş olur. Yəni bir dəfə 2x də 6, bir dəfə x üstəgəl 11-ə bərabərdir. Bu zaman bunları bərabərləşdiririk. 2x üstəgəl 6 bərabərdir x plus 11. X bu tərəfə, 6 bu tərəfə. X bərabərdir 11 çıx 6, yəni 5. X 5'dir. Bizdən BK-nı istəyir. BK da 2x'dir. Yəni 2 var 5, 10. Əsasdır bu arada şəkildir. Bu belə. 39 eynidir. Baxırıq 40-a. ABCD kvadratında BYDF-ə bərabərdir. O da 4'dür. SY 2'dir və tangens AKF-i soruşur. Deməli bu zaman biz nə edirik? Deyir ki BY 4. Deməli BY 4, DF 4, SY 2. Bu zaman AF də 2 olacaq. Ki kvadratın tərəfi 6 olsun. Və görürük ki, bu diagonal olduğuna görə bura olacaq 45 dərəcə. Aha, digər tərəfdə 45 dərəcə.
bu bucağa bir alfa desək, burada bir alfa olacaq. Bura bir beta desəm, aşağı da bir beta olacaq. Gördüyümüz odur ki, eyni bucaqlardırsa və bir tərəfi eyni bir tərəfsə, yəni 2 2-dirsə, yuxarıda yaranan üç bucaqlar, bir də aşağıda yaranan üç bucaq. Onda bunun bütün tərəfləri bir-birinə bərabər olacaq. Və kvadratın diaqonalı olan AC əgər 6 kök altda 2-dirsə, o bölünəcək buradan ümumi 3 kök altda 2, 3 kök altda 2. Ki, bütün tərəflər eyni olsun. Və biz burada tangensi tapmaq üçün tangens A-kayf, yəni tangens alfanı istəyir bizdən. Bu da qarşı tərəfin bitişi, daha doğrusu qarşı katetin bitişi katetin nisbətidir. Buna görə buradan bir dənə hündürlük çəkirik. 90 dərəcə, 90 dərəcə olur. Və burada 45 dərəcə olur. 45, 45. Əgər hipotenüs 2-dirsə, katet olacaq kök altda 2. Burada kök altda 2. Bunun ümumilikdə 3 kök altda 2 olması üçün bura olacaq 2 kök altda 2. Baxın, indi içəridəki yaranan düz bucağı göstərək. Bu hatta biraz daha qalın göstərə bilərik. Bu və bu. Bu zaman nə baş verəcək? Tangens alfa bərabərdir. Qarşısındakı kök altda 2, bitişi 2 kök altda 2. Kök altda 2 bölünsün 2 kök altda 2, onlar gedir, qalır 2-də 1 və ya 0,5. Bu da belə. Davam edirik. Uyğunluğu müəyyən edin soruşur. Həm daxilinə, həm xaricinə çevrə çəkmək olar. 3-ə A. Simmetriya oxu yoxdur. Bu paralelogramdır. 1-ə B. 2 simmetriya oxu var. Bu düz bucaqlıdır. Diaqonallar perpendikulyardır. Bu kvadratdır. Yalnız xaricinə çevrə çəkmək olur. Bu düz bucaqlıdır. 42. Kvadratın diaqonalları uzunluğu 6 kök altda 2 olan AB parçası üzərində. Baxın, buna bir A desək, diaqonalı A kök 2. Buna bir B desək, diaqonalı B kök 2. Buna bir C desək, diaqonalı C kök 2. Üçünün cəmi A kök 2, üstə gəl B kök 2, üstə gəl C kök 2, 6 kök 2-dir. Bu zaman alırıq ki, A üstə gəl B üstə gəl C bərabər 6. Hər tərəfi kök altda 2 bölsək. Hər üç kvadratın perimetrləri cəmi tap. Birincinin perimetri 4A-dır, ikincidə 4B-dir, üçüncüdə 4C. 4-ü mötərizə xaricinə çıxardanda içəridə A üstə gəl B üstə gəl C qalır. Bu da 6 olduğuna görə 4 vurulsun 6 bərabərdir 24. Baxırıq bura. Bura 60 dərəcədirsə, burada 60 olacaq, burada 60 olacaq. Bunlar bir-birinə bərabərdir, bunlar da. 60-dırsa 30 olacaq, burada 30 olacaq, bura 60 olacaq. Düz bucaq qaydalarıdır. Bura 30-dur, bura 90-dır, burada 30 qalacaq, burada 60 olacaq. D F5-dir. Baxaq. DF 5'dir. BD-ni istəyir bizdən. DF 60 dərəcəli bucaq qarşısındakı katetdir. DF 5-dirsə, BD-ni tapmaq üçün birinci OD-ni tapmalıyıq. Bura bir X desək, burada X olacaq. X vurulsun, kök 3 bölünsün 2, 5'dir. Buradan X kök 3 bərabərdir 10'dur. X də bərabərdir 10 bölü kök 3, yəni 10 kök 3 bölünsün 3. BD bunun 2 misli olduğuna görə BD bərabərdir 2 vurulsun 10 kök 3 bölü 3. Yəni 20 kök 3 bölünsün 3.
44-cü suala baxaq. 44-də deyir ki, kvadratın perimetrləri cəmi 24-dür. Birinci və dördüncü kvadratların cəmi ikinci və üçüncü kvadratların perimetrləri cəminə bərabərdir. İkinci və üçüncü kvadratların diaqonalları cəmini tapın. Hər kvadrat üçün bir diaqonal götürün. Gəlin baxaq. Aha. Birinci kvadratın tərəfinə A1 deyək, perimetri P1, ikinciyə A2 perimetri P2, üçüncüyə A3 perimetri P3, dördüncüyə A4 perimetri P4. Deyir ki, perimetrlər cəmi 24-dür. Birinci və dördüncü kvadratların perimetrləri cəmi, yəni belə deyək, P1 bərabərdir. Hətta burada yazıq. 4A1, 4A2, 4A3, 4A4. Birinci və dördüncü, ikinci və üçüncüyə bərabərdir. Yazırıq ki, 4A1 üstəgəl 4A4 bərabərdir. 4A2 üstəgəl 4A3. Bu onu göstərir ki, A1 ilə A4-ün cəmi A2 ilə A3-ün cəminə bərabərdir. Bütün perimetrləri cəmi 24 olanda, bu deməkdir ki, tərəfləri cəmi hamısının 6-dır. Əgər A1 ilə A4-ün tərəflərin cəmi A2 ilə A3-ə bərabərsə, demək bunlar hər biri 3-dür. Aha. İkinci və üçüncü kvadratın diaqonalları cəmi tapır. İkincinin kvadratı deməli D2 olacaq A2 kök altda 2, D3 olacaq A3 kök altda 2. Bizdən soruşur D2 plus D3'ün, yəni A2 üstəgəl A3'ün kök altda 2 misli. A2 üstəgəl A3 almışıq 3. Bu zaman olacaq 3 kök altda 2. Bu belə. Baxaraq 45. 45 və 46. Perimetri 12 olan ABCD düzbucaqlısı KF parçası ilə iki kongruent düzbucaqlıya ayrılmışdır. Aha. Gəlin baxaq. Bura bir AA deyək, burada bir BB deyək. Deməli perimetri olacaq 2 vurulsun. Tərəfi artıq 2A'dır. 2A üstəgəl 2B bərabərdir 12. Bu zaman 2A üstəgəl 2B bərabərdir 6. A üstəgəl B bərabərdir 3. Bu belə. Deyir ki, ABF-in orta xətti MN-dir. Yəni bu B bölünsün 2'dir. Burada B bölünsün 2'dir. Bu zaman bu orta xətt buradan devam edir deyə burada B bölü 2'dir. Burada B bölü 2'dir. BF ilə FC'nin cəmi 6'dır. Bizdən MN istəyir. Aha, nə edə bilərik? A plus B də 3'dür. Bu zaman buradan BF'i tapmaq üçün baxın bura, bura, bir də bura. Əgər BF ilə FC'nin cəmi 6'dırsa, bunlar kongruent olduğuna görə BF də 3'dür. FC də 3'dür. Aha. Bir tərəfi 2A'dır. Bu B'dir. B'nin də yerinə 3 çıxılsın A yaza bilərik. Bu zaman nə baş verir? Yazırıq ki, 2A'nın kvadratı üstəgəl B kvadratı bərabər 3'ün kvadratına. 4A kvadratı üstəgəl B-ni yeni yazırıq 3 çıxılsın A-nın kvadratı bərabər 9. 4A kvadratı üstəgəl 9 çıxılsın 6 müxtəsər açıq plus A kvadratı bərabər 9. 9'lar gedir. Qalır A kvadrat çıxılsın 2A bərabər 0. A-nı mötərizə xərcdən çıxarsaq içəridə A çıxır 2 bərabər 0. A1 olur 0, A2 olur 2. 0 götürə bilmərəm, tərəf 0 olmur. A2 2'ni götürüm. Yəni A 2'dir. Bu zaman nə baş verir? Gəlin baxaq. Aha. A 2'dirsə, burada 2'dir. Məndən MN soruşur da. 3 çıxılsın 2. Bura 1'dir. Burada onun yarısı 0.5. Güzel. 0.5.
46 və son sual. Tərəfi 12, iti bucağı 60 dərəcə olan rombun bir kör bucaq təpəsindən beyin və beyin hündürlükləri çəkilmişdir. Deməli, gəlin verilənləri şəklin üstünə qeyd edək. Tərəfi 12-dir. İti bucağı 60 dərəcədir. Bu zaman bura 60, bura 30. Bu bölünəcək onda 6, 6 olaraq. Burada 60-dırsa, burada 30-dursa, burada bölünəcək 6, 6 olaraq. Aha. İndi baxaq görək nə baş verir. Bunun bu diaqonalı, bu BD diaqonalı. Həm bucağı yarıya böləcək, həm də özü də 12-dir ümumilikdə. Bizə deyir ki, rombun kiçik diaqonalının BM üçbucağının daxilində qalan hissəsinin uzunluğu. Yəni, bura x-dirsə, içəri qalacaq 12 çıxılsın x və bizdən 12 çıxılsın x-i soruşur. Və 60 dərəcədir dedik, axı. Bura 60 dərəcə, onda bura olacaq 30 dərəcə. Burada 30 dərəcə. Və görürük ki, o tənbələndir. Aha, rombun kiçik diaqonalının daxilindəki hissəsi. 60 dərəcənin qarşısındakı da buralar olacaq 6 kök 3. Burada 6 kök 3. İçəridə yaranan üçbucaq necə üçbucaqdır deyə baxsaq. 60-dırsa, burada 60-dır. 60, 60, 120. Bu bucaqlarda olacaq 30 dərəcə, 30 dərəcə. 90, 30, onda burada 60 dərəcə, burada 60 dərəcə. Baxın, içəridə yaranan üçbucaq oldu bir bərabər yanlı üçbucaq. Aha, bərabər yanlı üçbucaqda təpədən çəkilən median həm hündürlükdür, həm tənbələndir. Deməli, bu xətt bizə hər şeyi göstərir ki, əgər mənim içəridəki üçbucağımın hipotenuzu 6 kök 3-dürsə, hətta bunu sizə daha rəngli formada göstərmək bilərəm ki, tam aydın olsun. Söhbət nəydən gedir? Aha, hipotenuz məgər 6 kök 4-dürsə, 60 dərəcənin qarşısındakı 12 çıxılsın x-dir. Bu zaman 12 çıxılsın x bərabərdir 6 kök 3 vurulsun, kök 3 bölü 2. Çünki dediyimiz kimi 60 dərəcənin qarşısındakı katitdir, bəli. 2 ilə 6 gedir, 3 qalır. Kök 3-ü də 3-ə vuranda 3 edir. 3 vur 3, 9. Mənə də ora lazımdır. Yəni 12 çıxılsın x lazımdır. Cavabımız olur 9. Və bununla da bu bölməni yekunlaşdırdıq. Sağ olun, növbəti videolarda görüşənə qədər.